Azərbaycanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Yeniçağızın apardığı kiçik bir araşdırmadan sonra ortaya çıxan fantastik rəqəmlər göstərir ki, lüks istirahət üçün vəsait qənaət etmək lazım gələcək. Bəzi otellərdə 2 nəfərlik paketlərin qiyməti 1860 azayına çatır. İstirahət mərkəzlərində yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb etsə də, qiymətlər bəzən gözləntiləri aşır. Bu il yeni il şənliyi təşkil olunan otellər daha çox Lənkəran, Şuşa, Şəki və Qəbələ bölgələrində yerləşir. Azərbaycandakı otellərin təklif etdiyi proqramların qiymətləri barədə danışan turizm eksperti Ceyhun Aşırov Yeniçağa açıqlamasında bunları deyir. Ekspertin sözlərinə görə mövcud qiymətlər bazar tələbatına uyğundur. Qiymətlər təxminən 2-3 gün qabaq Nabranda tutaqlı təklif gəldi. 2 nəfərlik qiymət təxminən 700 manatdır. 2 gecə 3 gün qalmaq, digərləri Şuşada, Xankəndində təxminən 1200-1300 manatdır. Qiymət var 1500-1600 manat. Yenə Şəkidə, Qəbələdə, hətta 2000-2500 manata qədər 2 nəfərlik qiymətlər var. Bu da təxminən adam başı, o deməkdir ki, 350 manatdan 1500-1200 manata qədər qiymətlər dəyişir. Bura nə daxildir? Oteldə qalma, səhər yeməyi, yeni il şənliyi, yeni il axşam əyləncəsi, yemək, axşam yeməyi və s. 2 gecəlik qalmadır. Amma bu qiymətlər şişirdilibmi? Mən deyərdim ki, şişirtmə qiymət deyil. Yəni bazar tələbindən formalaşan qiymətlərdir. Çünki bu əgər bunun alıcısı olmasaydı, bu qiymətlər belə yüksək qala bilməzdi. Demək ki, bunun alıcısı var, çünki daxili tələbat kifayət qədər yüksəkdir və buna istək var. Adam başı tutaq ki, 1000 manat, 1200 manat, 2 günlük qiymətlər verilən qiymətlərə xaricdə turlar da var. Məsəl üçün, yeni il ərəfəsində 500-600 dollardan başlayan 1000 dollar, 1500 dollara qədər səyahət, təyyarə bileti daxil, hətta ən azı 4 gün qalma, oteldə qidalanma və s. Hətta Misir turları var ki, 700-800-1000 dollara bir həftəlik hər şey daxil turlar mövcuddur. Nəzərə alsaq ki, ölkədə hələ Azərbaycanın hələ getmə bazarı tam bərpa olunmayıbdır. Yenə də daxildə bir tələbat daha yüksəkdir və qiymətlər tamamilə belə deyək də şəffafdır və insanların seçimində sərbəstdir. Qiymətlərin yüksək hesab eləməyimiz onların satışına mane olmur. Məsələ ondadır ki, otellərin sayı, təkliflərin sayı ölkə daxilində az. Otellərin sayı çox olsa, görünən təkliflərdir. Əlbəttə ki, kənd evləri var, villalar var, orada daha ucuza istirahət etmək mümkündür. Və yaxud da bəzi kiçik otellər var, belə dəbdəbəli şənliklər keçirmirlər, orada daha ucuza istirahət etmək mümkündür. Yəni müxtəlifdir. Maksimum olsun 20 belə təklif var bazarda. Daha çox deyil. Təsəvvür edin ki, bazarda 20 yox. 100 təklif olsaydı, 150 təklif olsaydı, 200 təklif olsaydı, biz daha fərqli, daha çeşidli, daha fərqli xidmətlər göstərən təkliflər, paketlər belə deyək də eşidərdik, görərdik. O zaman da bu cür suallar çıxmazdı. Yəni hər büdcəyə uyğun qiymətlər və təklifləri görsək daha yaxşı olardı.